Salam əziz dostlar, bugün biz fiziki şəxslərin gəlir vergisində qaldığımız yerdən davam edəcəyik. Keçən dəfə biz vergi ödəyiciləri, vergi tutma obyekti, gəlirin növləri, muzlu işlə əlaqədar alınan gəlir nədir? Onlardan bəhs elədik. Bugün isə muzlu işlə aid olmayan fəaliyyətdən gəlir nədir? Ondan bəhs edəcəyik. Azərbaycan Respublikasının vergi məcəlləsinin 99-cu maddəsini əhatə eləyir. Muzlu işə aid olmayan fəaliyyətdən gəlir özü iki yerə bölünür: sahibkarlıq və qeyri-sahibkarlıq. Sahibkarlıq, yəni məqsədi gəlir əldə etmək olan fəaliyyət növü sahibkarlıq fəaliyyətidir. Sahibkarlıq fəaliyyəti də aşağıdakılar daxildir. Yəni məqsədi hər hansısa bir aktivlərin təqdim edilməsindən əldə olunan gəlir. Yəni fiziki şəxs, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs hər hansısa bir aktivini satırsa və yaxud da onun pay sahibi dəyişirsə və yaxud da onu təqdim edirsə, onda bu şəkildə aldığı gəlir onun sahibkarlıq fəaliyyətindən gəlirə aiddir. Yəni adi qaydada 14% ilə deyil, bu gəlir vergisi 20% ilə hesablanacaqdır. Sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına, razılıq verilməsinə görə alınan gəlir. Bu nə deməkdir? Fərz edin ki, sizin hər hansısa bir yanacaq doldurma məntəqəniz var və müəyyən bir dövrdən sonra sizin yanacaq doldurma məntəqənizin qarşısında yeni bir yanacaq doldurma məntəqəsi inşa olunur və siz əlbəttə ki, gəliriniz azalacaqdır. Məhz bu səbəbdən həmin yanacaq doldurma məntəqəsinin rəhbərinə müəyyən bir qarşılıq müqabilində burada, yəni həmin sizin obyektinizin qarşısında həmin obyekti tikməməsini təklif edirsiniz və buna görə ona vəsait verirsiniz. Və həmin rəhbər də buna razılıq verirsə, bu özünün müəssisəsinin bağlanmasına razılıq verir və bu o şəkildə gəlir əldə edilir. Və bu da sahibkarlıq fəaliyyətinin gəlirə aiddir. Əsas vəsaitlərin təqdim edilməsindən alınan, bu məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilən məbləğlər. Məcəllənin 114.7-ci maddəsi deyir ki, əsas vəsaitlər qalıq dəyərindən artıq qiymətə, yəni əsas vəsaitin qalıq dəyəri, tutaq ki, 100.000 manatdırsa bu 110.000 manata təqdim edilirsə, yaranmış fərq gəlirə daxil edilir. Yəni siz nə qədər baha satsanız, onda o sizin baha satılan məbləğ sizin sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirinizdir və buna görə də vergi veriləcəkdir. Bu məcəllənin 141-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılan kompensasiyalara məbləğdən və ehtiyatın azalmasından gəlir. Bu nə deməkdir? Yəni hər hansısa bir müəssisə ilin əvvəlində məzuniyyət fondu yaradır. Məsəl üçün məzuniyyət fondu yaradır. Yəni müəyyənləşdirir ki, mən il ərzində 100.000 manatlıq işçilərimə məzuniyyət pulu verəcəm. İl bitdikdən sonra həmin fonddan müəyyən bir hissəsi xərclənilmədən qalır. Məsəl üçün 70.000 manat xərclənir, 30.000 manat qalır. Bu məcəllənin 141-ci maddəsi də deyir ki, gəlirdən çıxılan məbləğlərin yenidən gəlirə daxil edilməsi. Yəni biz o 30.000 manatı yenidən özümüzün gəlirinə daxil eləyəcəyik və adi qaydada vergisi hesablanıb dövlət büdcəsinə ödəniləcəkdir. Muzlu işə aid olmayan fəaliyyətdən gəlirdə qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hansıdır? Faiz, dividend, əmlakın icarəyə verilməsi və royalti. Faiz adi riyaziyyatdakı faiz deyil, yəni ədədin %1-i olan faiz deyil bu. Borca görə ödəmədir, yəni borca görə ödənilən faizdir. Fiziki şəxslərdə deməli faiz gəlirindən vergi tutulması 2016-cı il yanvarın 1-dən 3 il müddətinə banka qoyduqları əmanətdə faizdən vergi tutulması azaddır. Yalnız fiziki şəxslərdə azaddır. Hüquqi şəxslərdə bu aid deyil. Ona görə faizdən deməli 10% dərəcə ilə burada deməli 14% də deyil, 20% də deyil, 10% dərəcə ilə faizdən vergi tutulacaq. Və bu da faizdən tutulan vergi qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirdir. Dividend nədir? Dividend müəssisənin xalis mənfəəti hesabına, payçıların, səhmdarlarının hesabına xalis mənfəətin bölüşdürülməsindən əldə olunan gəlirdir ki, yəni vergi tutulandan sonra yerdə qalan mənfəət, xalis mənfəətin yenidən bölüşdürülməsi dividend sayılır ki, bu da ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulacaq. Əmlakın icarəyə verilməsindən gəlir. Yəni istənilən fiziki şəxs öz əmlakını icarəyə verirsə, gəlir əldə edir və ödəmə mənbəyində 14% ilə vergi verəcəkdir. Veyni varsa özü aparıb ödəyəcəkdir, veyni yoxdursa, onda icarəçi, yəni icarəyə götürən 14% dərəcə ilə vergisini tutub, həmin o icarəyə götürdüyü evin sahibinə və yaxud da obyektin sahibinə verəcəkdir. Royalti nədir? Royalti hər hansısa bir təfəkkürün və yaxud da ticarət nişanlarının
məhsuldur və yaxud da hər hansısa bəstəkar məsələn mahnı yazırsa və həmin mahnını satırsa, ondan aldığı gəlir royaltidir. Royaltidə 14% dərəcə ilə vergiyə cəlb olunacaq. Vergi ödəyicisinin bağışlanmış borcunun məbləği bu məcəllənin 98.2.4-cü maddəsində göstərilənlər istisna olmaqla. 98.2.4-cü maddənin ikisini dəfə daha dedik. İşçinin, yəni 98.2.4-cü maddə nə deyir? İşçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlandığı halda həmin borcun və öhdəliyin məbləği. Yəni bu istisnadır. Digər bağışlanmış borcun məbləği qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir. Sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivin təqdim edilməsindən gəlir. Yəni hər hansısa bir şəxs öz evindəki bir əmlakını satırsa, məsələn televizorunu satırsa və yaxud da soyuducusunu satırsa və yaxud da öz şəxsi kompüterini satırsa, bu sahibkarlıq fəaliyyəti deyil və buna görə də bunun aktivin təqdim edilməsindən əldə olunan gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlir. Təqdim ili ərzində alınan hədiyyə mirasların məbləği 98.2.2-ci maddəsində göstərilənlər. Yəni 98.2.2-ci maddəni keçən dəfə dedik, yenə yadımıza salaq. İşə götürən öz işçisinə malı, işi, xidməti təqdim etdiyi yaxud hədiyyə verdiyi halda bu cür malların, işlərin, xidmətlərin bazar qiyməti ilə dəyər. Bu nədir? Yəni hər hansısa bir sizə hədiyyə verilirsə və yaxud da hər hansısa bir miras qalırsa, bu sizin muzlu işə aid olmayan fəaliyyətdən gəlirinizdir, qeyri-sahibkarlıqdır. Vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansısa digər gəlir, əmək haqqından başqa. Yəni sizin aktivinizin dəyəri qalxırsa, heç bir sizin sahibkarlıq fəaliyyətiniz deyil və bu aktiviniz öz-özünə devalvasiya oldu və yaxud da qiymət qalxdı. Sizin 100.000 manat aldığınız bir aktiv 120.000 manat oldu. Bu sizin qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdiyiniz gəlirdir. Həyat yığım sığortası üzrə sığorta olunan ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq. Azərbaycan Respublikasının vergi məcəlləsinə görə həyat yığım sığortası minimum 3 illik bağlanmalıdır. Yəni həyat yığım sığortası nədir? Yəni işçi hər hansısa bir yalnız burada da şərt olunur ki, yerli sığorta şirkətləri ilə, məsələn Paşa Həyatla və yaxud da digər bir yerli sığorta şirkətləri ilə bağlanan sığorta müqaviləsidir ki, yəni siz 3 il müddətinə öz həyatınızı sığortalayırsınız. Bu daha da çox ola bilər. Yəni minimum 3 il olmalıdır və həmin sizin ödəmə mənbəyində muzlu işdə deməli sizdən ödəmə mənbəyində vergi tutulduğuna görə həmin müqaviləni öz işlədiyiniz yerdə mühasibə təqdim edirsiniz və mühasib sizdə ödəmə mənbəyində məsələn 100 manat hər ay tutur və sığortasının bank hesabına köçürüldüyü halda siz deməli sığortasının bank hesabına köçürülür və 3 il müddət bitdikdən sonra siz 3 il ərzində məsələn 3600 manat sığortasının bank hesabına pul ödəmisiniz və sığortası 3 il müddət bitdikdən sonra sizə 4100 manat pul qaytarır. O aradakı 500 manat fərq sizin qeyri-sahibkarlıqdan gəlirinizdir və buna görə də vergi verməyəcəksiniz. Çünki həyat yığım sığortası üzrə əldə olunan faiz dərəcəsi, faiz deməli 3 il müddətindən və 3 ildən çox olarsa əldə olunan gəlir vergidən azad. Xüsusi notarius tərəfindən aparılan notariat hərəkətlər, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görülən alınan haqlar. Xüsusi notariuslar deməli hər hansısa bir xidmət göstərirsə, hər hansısa bir məsələn diplom təsdiq edirsə, tərcümə təsdiq edirsə, ona görə aldığı haqq deməli qeyri-sahibkarlıqdan aldığı gəlir, əldə olunan gəlirdir. Bu da ödəmə mənbəyindən 10% dərəcə ilə vergi tutulur. Vəkillik fəaliyyəti məşğul olan şəxslər tərəfindən bu fəaliyyət növü ilə bağlı olan xidmətlərə görülən alınan haqq da qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirdir. Yəni hər hansısa bir məsləhət verə bilər, hər hansısa bir işin icrasını həyata keçirə bilər. Bu da qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirdir. İdman mərc oyunlarından əldə edilən uduşlar. Yəni siz düşünün bir idman mərc oyunları Topazdır, Azərbaycanda Topazdır, leqal şəbəkə. Yəni siz hər hansısa bir uduş əldə eləyirsinizsə, bu keçən ilə qədər azad idi. Bu ildənsə hər hansısa bir əldə etdiyiniz uduşun məbləğinin 10% miqdarında vergi ödəmə mənbəyində tutulur, sizə verilir. Gəlirin dəqiqləşdirilməsi. Fiziki şəxsin aldığı bu məcəllərin 122, 123, 124, 151.9, 151.10-cu maddələrinə uyğun olaraq dividend, icarə haqqı, faiz, royalti, daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlər idman mərc oyunlarının əldə edilən uduşların ümumi məbləğindən çıxılır. Yəni bu nə deməkdir? Dividenddən, faizdən, icarə haqqından, royaltidən, idman mərc oyunlarından
Yəni idman mərc oyunlarından əldə etdiyimiz gəlirdən bir dəfə ödəmə mənbəyində vergi tutulubsa, ikinci dəfə vergi tutulmayacaqdır. Gəlir vergisinin dərəcəsi, gəlir vergisinin aylıq məbləği 2500 manata qədər olduqda, gəlir vergisi 14% dərəcə ilə tutulur. Yox, 2500 manatdan yuxarı olduqda isə 2500 manatdan yuxarı olan hissənin 25%, 2500 manata qədər olan hissənin isə 14% dərəcə ilə gəlir vergisi tutulacaqdır. Gəlir vergisinin dərəcəsi də bayaqki qaydada dedik. 2500 manata qədər olduqda 14%, 2500 manatdan yuxarı olduqda isə 2500 manatın 14%, yəni 350 manat, 2500 manatdan yuxarı olan hissənin isə 25%. Qeyri-sahibkarlıq fəaliyyəti üzrə gəlir vergisinin aşağıdakı dərəcələri var. Bu da eyni qaydada 30.000 manata qədər olduqda 14%, 30.000 manatdan yuxarı olduqda isə 30.000 manatın 14%, 4200 manat, ondan yuxarı olan hissənin də 25% gəlir vergisinin dərəcəsidir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər bayaq dediyimiz kimi ödəmə mənbəyinə 20% dərəcə ilə cəlb edilən vergisi 20%-dir. 20% dərəcə ilə vergiyə cəlb olunacaqdır. Xüsusi notariuslar heç bir xərc çıxılmadan 10% dərəcə ilə vergi tutulur. Yəni bir ay ərzində apardığı bütün notariat hərəkətlərə görə 10% dərəcə ilə gəlir vergisini tutulacaqdır. İdman mərc oyunları isə eyni qaydada ödəmə mənbəyindən qazandığımız uduşlara görə 10% dərəcə ilə gəlir vergisinin ödəyiciləridir. Gəlir vergisindən azad olmalar və güzəştlər. Gəlir vergisindən deməli azad olmalar olduqca çoxdur. Bir-bir bunları sayıb aydınlaşdıracağıq. Rotasiya qaydasında xarici ezamiyyətə göndərilmiş diplomatik xidmət orqanlarının əməkdaşları və yaxud da onların mühafizəsini təşkil edən hərbi qulluqçular və yaxud da digər ölkələrdən Azərbaycana gələn diplomatik və konsulluq əməkdaşlarının rəsmi məşğulluğundan gəlir. Bu nə deməkdir? Yəni rotasiya qaydasında xarici ezamiyyətə göndərilmiş hər hansısa bir şəxs orada qazandığı əmək haqqına görə, əldə etdiyi əmək haqqına görə gəlir vergisindən azaddır. Həmçinin orada deməli rotasiya qaydasında diplomatik konsulluq əməkdaşlarının mühafizəsini qoruyan hərbi qulluqçuların da qazandığı əmək haqqı gəlir vergisindən azaddır. Yeri gəlmişkən, yəni digər dövlətlərdən də Azərbaycan Respublikasının ərazisində səfirlik, konsulluq əməkdaşlarının rəsmi məşğulluğundan gəlir vergisindən azaddır. Lakin bu o demək deyil ki, Rusiya səfirliyində çalışan hər hansısa bir xadiməçi və yaxud da digər bir işçi Azərbaycanlıdırsa, o gəlir vergisindən azaddır. Xeyr. Orada çalışırsa, o gəlir vergisindən azad deyil. Azərbaycan Respublikasının rezidenti olmayan şəxsin iş yerindən gəlir. Bu bir halda ki, bu gəliri nə daimi nümayəndəlik versin, nə də Azərbaycan Respublikasının rezidenti versin. Biz onu keçən dəfə demişdik. Yəni hər hansısa bir xidmət göstərmək üçün Azərbaycana gələn qeyri-rezidentin öz əməkdaşlarına ödədiyi pul, yəni alan da verən də pulu qeyri-rezident isə onda gəlir vergisindən azaddır. Təqvim ili ərzində alınsa bir hədiyyə, miras, bir dəfəlik müavinət gəlir vergisindən azaddır. Bir halda ki, deməli verilən müavinətin, maddi yardımın, hədiyyələrin deməli 1000 manatadək olan hissəsi bu bir halda ki, təhsil və ya müalicə haqqı üçün ölkə daxilində verilirsə, xaricdə isə 2000 manata qədər olan hissəsi, mirasların isə 20.000 manata qədər olan hissəsi gəlir vergisindən azaddır. Burada da şərt qoyuruq ki, əgər təhsilə və yaxud da müalicə məqsədi üçün pul verilibsə, həmin pulun təsdiq olunduğu qəbzi qoymaqla gəlir vergisindən azad olacaqdır. Hədiyyə, miras, maddi yardım ailə üzvlərinə verilirsə, tamamilə azad olacaqdır. Əmək qabiliyyəti müvəqqəti itirilməsinə görə müavinətlər istisna olmaqla. Bu nə deməkdir? Yəni xəstəlik vərəqəsinə görə müəyyən bir müavinət verilirsə, o müavinət gəlir vergisindən azad deyil. Bu istisnadır. Digər dövlət köçürmələri, prezidentin birbaşa büdcədən ayırdığı ödəmələr, maddi yardımlar, pensiyalar, təqaüdlər, əmək məcəlləsinə müvafiq ödənilən təminatlar, həmçinin qanunları müvafiq icra hökuməti orqanlarının qərarları əsasında dövlət büdcəsinin hesabına fərdi bir dəfəlik ödəmələr gəlir vergisindən azaddır. Yəni Azərbaycan Respublikasının prezidenti olimpiya çempionuna hər hansı bir dəfəlik müavinət verirsə, bir dəfəlik ödəmə edirsə, bu tamamilə gəlir vergisindən azaddır. Aliment də ki, ər və arvad boşananda uşaqların saxlanılmasına və təmin olunmasına görə ödənilən pul alimentdir və bu da gəlir vergisindən azaddır.
Fiziki şəxs əsas iş yerindən, yəni əmək kitabçası hardadırsa, orada bir dəfəyə şamil olmaqla yalnız muzlu işdən əldə etdiyi gəlirə görə 2500 manata qədər olduqda ölkə üzrə yaşayış minimumu 2016-cı ildə 136 manat olaraq müəyyənləşdirilmişdir. Yəni 136 manat deməli gəlir vergisindən azad olacaqdır. 136 manatın 14%. Yəni 2500 manata qədərdirsə 136 manat gəlir vergisi azaldılacaqdır. 30 min qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir 30 min manata qədər olduqda isə ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi. Qiymətli daş, metal, qiymətli məmulatlar, incəsənət əsərlərindən, əntiq əşyalarından və vergi ödəyicinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa daşınan maddi əmlakın təqdim edilməsindən gəlir. Bu nə deməkdir? Yəni hər hansısa bir zinət əşyalarının təqdim edilməsi, istehsal edilməsi filan əmlakın təqdim edilməsindən gəlir, deməli gəlir vergisindən azaddır. Lakin fiziki şəxs hər hansısa bir üzüyünü satırsa məsəl üçün, onda onunla əldə etdiyi gəlir vergisindən azad deyildir. Sığorta hadisəsi baş verdi. Yəni hər hansısa bir təbii fəlakət hadisəsi, qarşısı alınmaz təbiət qüvvələrinin törətdiyi hadisə baş verərsə, dəymiş zərərə görə sığorta şirkətinin ödədiyi pul və ya natura şəklində ödənilmiş vəsait tamamilə gəlir vergisindən azaddır. Yəni o kompensasiya xarakterli ödənişdir. Həyat yığım sığortası da demişdik 3 ildən tez xitam verilmirsə, 3 il və 3 ildən daha çox müddət ərzində xitam verilirsə, onda əldə etdiyimiz gəlir vergisindən azaddır. Yəni 3 il ərzində 5000 manat sığorta şirkətinə pul ödənilmişdirsə, 3 ildən sonra 5500 manat pul qaytarırsa, o 500 manat gəlir vergisindən azad olacaqdır. Dəymiş zərərin ödənilməsi ilə bağlı kompensasiya ödənişləri, yəni hər hansısa bir ziyan dəyərsə və yaxud da biznes şəraitində imiciniz sarsılarsa və buna görə də siz məhkəməyə müraciət edərək hər hansısa bir kompensasiya ödənişi alarsanız, bu kompensasiya ödənişi tamamilə gəlir vergisindən azaddır. Kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlir. Bu nə deməkdir? Yəni fermer, sahibkar istehsal etdiyi məhsulun istehsal olunmuş şəkildə satarsa və məsələn nar istehsal edir və yaxud da pomidor istehsal edir. Narı nar şəklində, pomidoru pomidor şəklində satırsa, onda bundan aldığı gəlir vergisindən azaddır. Yox, narı hər hansısa bir təbii şirəs şəklində, pomidoru və yaxud da digər tomat şəklində satırsa, yəni emal eləyirsə, gəlir vergisindən azad deyil. Yox, emal eləmirsə, gəlir vergisindən azaddır. Sənətkarlıq, misgərlik, qalayçılıq və saxsı məlumatlar, təsərrüfatın müxtəlif bağçılıq, bostançılıq alətləri, qamışdan, qarğıdan müxtəlif məişət əşyalarının düzəlməsi, xalq musiqi alətlərinin hazırlanması və satışı gəlir vergisindən azaddır. Bu nə deməkdir? Yəni, məsəl üçün siz günü sabah Azərbaycan Respublikasının Vergi Nazirliyinin qarşısında bir saz bağlama obyekti açsanız və orada sazı bağlayıb satsaz, heç kəs sizdən gəlib gəlir vergisi tələb edə bilməz. Yəni, gəlir vergisindən azadsınız. Müvafiq qaydada müvafiq icra hakimiyyəti orqanının qeydiyyatdan keçmiş lotereya, belə daxili uduşlu istiqrazlar. Yəni bu qeydiyyatdan keçmiş lotereya bir dənədir. Bu da Azərlotereyadır. Azərlotereyadan aldığınız bütün uduşlar, qazandığınız uduşlar gəlir vergisindən azaddır. Amma idman mərc oyundan qazandığınız uduşlar 10% dərəcə ilə gəlir vergisindən tətbiq olunur. Fiziki şəxslər kompensasiya xarakterli aşağıdakı ödəmələri var. Bunlar daha çox ezamiyyət xərcləri və yaxud da iş şəraiti ağır olan işçilərə şamil olunur ki, onlara müvafiq olaraq müalicə yardımları üçün müavinətlər verilir və yaxud da süd və ona bərabər tutulan yeməklər verilir ki, sağlamlığı təhlükəyə girməsin və yaxud da daimi yolda və ya gediş-gəlişdə xarakter daşıyan çöl təşkilatlarında çalışan işçilərə gündəlik ezamiyyət xərcləri verilir ki, yol, yemək pulu və s. Bu kompensasiya xarakterli ödənişlər tamamilə gəlir vergisindən azaddır. İstehsaldan ayırmaqla təhsil almağa göndərilmiş tələbələr, deməli bu nə deməkdir? Yəni şirkətlər var ki, öz işçilərinin daha da perspektivini artırmaq üçün onları bakalavr, doktorantura, magistratura və s. təhsil səviyyələrində təhsil almaları üçün göndərir və bu göndərmə müqabilində onlara müəyyən təqaüd verir ki, bu təqaüdün miqdarı tamamilə gəlir vergisindən azaddır. Hər hansısa bir təbii fəlakət baş verərsə və məsəl üçün kiminsə evi yanırsa və bu bədbəxt hadisəyə görə verilən bir dəfəlik
Yəni hər hansısa bir təbiət hadisəsi baş verərsə, bu baş vermiş hadisəyə görə hər hansısa bir fəlakət baş verərsə, bu baş vermiş hadisəyə, fəlakətə görə birbaşa ödənişlər gəlir vergisindən azaddır. Verdikləri qana görə donorlara ödənilən kompensasiya məbləği. Hal-hazırda deməli müəyyən fiziki şəxslər var ki, onlar xəstəxanalara öz nömrələrini verməklə onlar bildirirlər ki, qan lazım olsa biz verməyə hazırıq. Yəni bu qana görə, verdikləri qana görə onlara ödənilən kompensasiya gəlir vergisindən azaddır. Buna qan pul da deyirlər. Dalğıc işləri üçün pul mükafatı, yəni burada vadalaslardan söhbət gedir. Yəni dalğıc işləri ilə məşğul olan şəxslərə nə isə axtarmaq üçün, axtarış kəşfiyyat üçün verilən pul onların əldə etdikləri vəsait gəlir vergisindən azaddır. İctimai təşkilatlar, xeyriyyə cəmiyyətləri, fondlar tərəfindən verilən maddi yardımlar da gəlir vergisindən azaddır. Məsələn, Heydər Əliyev fondu hər hansısa bir şəxsi müalicə almaq üçün Amerikaya, Türkiyəyə, Almaniyaya fərqi yoxdur, harasa göndərir. Əməliyyat olunmaq üçün göndərir və ya müalicə almaq üçün göndərir. Onun üçün xərclədiyi pul, verdiyi pul tamamilə gəlir vergisindən azaddır. Hərbi qulluqçular prokurorluq orqanının prokurorluq işçilərinə, prokurorluq işçiləri olmayan hərbi qulluqçularına deməli burada şərt qoyuruq ki, yalnız vəzifəsinə və rütbəsinə görə, yəni paqon pulu, bir də vəzifə pulu gəlir vergisinə cəlb olunacaq. Yox, digər bütün aldıqları kəşfiyyat, əks kəşfiyyat pulu, mükafat, maddi təminatlar gəlir vergisindən azaddır. Məsələn, fiziki şəxs Bakıda işləyir, hərbi qulluqçudur, Bakıda işləyir və Bakıda 400 manat arxa cəbhə olduğuna görə 400 manat əmək haqqı alır. O ön cəbhəyə göndərilir. Ön cəbhədə də 2 qat olduğuna görə 800 manat əmək haqqı alır. Bu aldığı 400 manat əmək haqqısı bir qatı gəlir vergisi tutulur. Digər artıq olan hissəsi, yəni ön cəbhədə xidmət etdiyinə görə ona əlavə verilən 400 manat isə gəlir vergisindən azaddır. İşəgötürən tərəfindən işçinin hərbi və ya alternativ xidməti ilə əlaqədar ödənilən vəsait nədir? Alternativ hərbi xidmət Azərbaycanda hal-hazırda yoxdur, Türkiyədədir o. Yaxın olan ölkələrdən Türkiyədə var. Bu da yəni işçinin alternativ xidməti ilə bağlıdır. Yəni tam 1 il, 1 il 6 ay əsgərlik çəkməsi müəyyən bir müddət, müəyyən bir pul qarşılığında 30 gün, 35 gün hərbi xidmət çəkir və qayıdır. Bu alternativ xidmətdir. Yarışlarda, müsabiqələrdə əşya şəklində alınan mükafatların tam dəyəri. Deməli, əgər yarışlarda, müsabiqələrdə siz əşya şəklində alırsınızsa, tam dəyəri yox, pul şəklində alınırsa, bu pulu verən orqandan asılı olaraq xaricdə isə 4000 manat, ölkə daxilində isə 200 manata qədər olan hissəsi gəlir vergisindən azaddır. Dövlət qulluqçusu əgər pensiya yaşına çatırsa və özü könüllü olaraq işdən ayrılırsa və ayrılmaq üçün ərizə verirsə, onda ona vəzifə maaşının 6 misli verilir ki, getsin pensiyasının dadını çıxartsın və buna görə də verilən haqq, bir dəfəlik haqq gəlir vergisindən azaddır. Növbəti azad olmanı Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına və hakimlərinə öz səlahiyyətlərini yerinə yetirmək üçün vəzifə maaşlarının 25% miqdarında deməli maliyyə dəstək təminatı verilir ki, bu da onlar öz səlahiyyətlərini yerinə yetirmək üçün, yəni onlar tez-tez ərazilərdə, yerlərdə seçicilərlə görüşürlər, əhalinin dərdini dinləyirlər. Ona görə onlar nəqliyyat və yol xərclərinin qarşılanması üçün vəzifə maaşlarının 25% miqdarında təmin olunur ki, bu 25% miqdarı gəlir vergisindən azaddır. Torpaq dövlət ehtiyacı üçün alınırsa, məsəl üçün Bakının Sovetski ərazisi dövlət ehtiyacı üçün alındı. Dövlət ehtiyacı üçün alınanda verilən əhaliyə məbləğ gəlir vergisindən azaddır. Yox, özəl bir şirkət hər hansısa bir ərazini əhalidən alırsa və onun müqabilində pul verirsə, bu gəlir vergisindən azad olmayacaqdır. Deməli, bu maddə təzə daxil oldu. Azərbaycan Respublikasının keçmiş prezidentinə
və onun ailə üzvlərinə ödənilən pensiya, müavinə, digər ödənişin məbləği. Nə deməkdir bu? Azərbaycan Respublikasının keçmiş prezidentinə burada Ayaz Mütəllibov və Əliyev Əbülfəzdən söhbət gedir. Bu da yəni onlar sağdırlarsa özlərinə, deyilsə ailə üzvlərinə indiki Azərbaycan Respublikasının dövlət başçısının əmək haqqısının 50%, 2016-cı il Azərbaycan Respublikasının dövlət prezidentinin əmək haqqısı 15.000 manat olmuşdur. 15.000 manatın 50%, 7.500 manat miqdarında onlara dəstək, maddi yardım olunur və bir də xidməti maşın verilir ki, bunun tam dəyəri gəlir vergisindən azaddır. Deməli, müvafiq icra hakimiyyəti orqanı Nazirlər Kabinetinin qərarına əsasən yaradılan sənaye texnologiyalar parkı rezidenti olan hüquqi şəxslər, deməli, sahibkarlıq fəaliyyətini həyata keçirərkən əldə etdiyi sənaye texnologiyalar parkında əldə etdiyi gəlirdən 7 il müddətində bütün vergilərdən azaddır. Yəni qeydiyyata alındığı hesabat ilindən başlayaraq 7 il müddətində bütün vergidən azaddır. Bu deməli fevralın 1-də qəbul olundu. Yəni banklara verdiyimiz borca görə, yəni banka qoyduğumuz əmanətə, pula görə bizə verilən ödənişlərdən aldığımız faiz gəlirləri 3 il müddətində gəlir vergisindən azaddır. Bu da deməli 10% ilə cəlb olunurdu ki, gəlir vergisindən azaddır. Həmçinin entitet tərəfindən investisiya qiyməti kağızlara ödənilən dividend, diskont və digər ödənişlər yaranmış fərq 3 il müddətində gəlir vergisindən azaddır. İnvestisiya təşviqi sənədini almış fərdi sahibkar da həmin sənədi aldığı tarixdən 7 il müddətinə 10% gəlir vergisindən azaddır. Aşağıdakı şəxslərin hər hansı muzlu işdən vergi tutmalı olan aylıq gəliri 400 manat azaldılır. Bu yalnız muzlu işdən aid olan gəlirə aiddir. Yəni güzəştlərimizi yalnız muzlu işdən aid olan gəlirə aid edəcəyik. Yəni sahibkarlıq, qeyri-sahibkarlıq burada heç bir aidiyyatı yoxdur. Yalnız muzlu işdən gəlir ki, burada 400 manat kimlərə veririk güzəşt? Bu milli qəhrəmanlarımızdır, çox azdır. Sovet İttifaqı sosialist əmək qəhrəmanlarıdır. Bunlar da sayıcı çoxluq təşkil edirlər. Müharibə ədilləridir. 41-45-də fədakar əməyinə görə fərqlənənlərdir, medallardır. Fərz edək ki, 41-45-dən artıq 71 il keçib və fədakar əməyi göstərirsə, o vaxt onun ən aşağısı 15-20 yaş olardısa, indi 85-90 və daha çox yaş olmalıdır ki, çalışmalıdır. Demək olar ki, yox səviyyəsindədir, amma yenə də işləyirsə biz güzəşt veririk. Həlak olmuş, vəfat etmiş döyüşçünün arvadına və yaxud da əlidirsə, güzəşt veririk. Bir də şərt qoyuruq ki, onlar təkrar nigaha girmiş olmasınlar. Təkrar nigaha giribsə, heç bir güzəşt verməyəcəyik. Qanunverici ilə müəyyən edilmiş qaydada müharibə veteranı adını almış şəxslərə də 400 manat güzəşt verəcəyik. Çernobil Atom Elektrik Stansiyasında qəza, şüa yüklü xəstəliklər almış şəxslərə də, yəni şüa xəstəliyindən məruz qalmış şəxslərə də 400 manat güzəşt verəcək ki, Azərbaycan Respublikasının Vergilər Naziri Fazil Məmmədov da deməli Çernobildə xəsarət şüa xəstəliyi keçirmiş şəxslərdən biridir. Onun da əmək haqqısı 400 manat məbləğində azaldılır ki, gəlir vergisi az versin. Növbəti 200 manat güzəştləri 1-ci və 2-ci qrup əlillərə sağlamlıq imkanları məhdud 18 yaşına qədər olan muzlu işdən əlaqədar gəlirinə veririk. 1-ci, 2-ci qrup əlillərə, müharibə veteran əlillərinə 400 manat veririksə, 1-ci, 2-ci qrup əlillər işləyirsə muzlu işdən əldə etdiyi gəlirə görə 200 manat, sağlamlıq imkanları məhdud 18 yaşına qədər olan fiziki şəxs çalışırsa, onda da həmin fiziki şəxsin çalışdığı iş yerindən əmək haqqısı gəliri azaldır, əgər çalışırsa təbii ki. Növbəti azad olmamızı 100 manat məbləğində verəcəyik ki, güzəştimizi daha doğrusu 100 manat məbləğində verəcəyik. Burada həlak olmuş, yaxud sonradan vəfat etmiş döyüşçünün valideynləri. Özlərinə deməli, valideyn, yalnız valideynlərindən burada söhbət gedir. Döyüşçünün deməli, özlərinə deməli 400 manat məbləğində burada sadaladığımız kimi həlak olmuş, ya sonradan vəfat etmiş döyüşçünün dul arvadlarına və yaxud əllərinə 400 manat məbləğində güzəşt veririksə, onun valideynlərinə isə 100 manat məbləğində güzəşt verəcəyik.
Bir də dövlət qulluqçusu öz vəzifə borcunu yerinə yetirən zaman vəfat edirsə, onda arvadına və ya da ərinə 100 manat məbləğində güzəşt verilir. Burada da şərt qoyulur ki, yalnız onlar təkrar nikaha girmiş olmasınlar. 90-cı il hadisələri zamanı ölkənin ərazi bütövlüyünü qoruyan zaman fədakar əməyinə görə vəfat etmiş şəxslərin ərlərinə, arvadlarına, ərlərinə və valideynlərinə güzəşt verilir. Bir halda ki, onlar yenidən nikaha girmiş olmasınlar. Sülhməramlı qoşunlar tərəfindən Əfqanistana və digər bölgələrə döyüş əməliyyatı aparmaq üçün göndərilən əsgər, zabit, gizir fərqi yoxdur, hərbiçilər deməli muzlu işlə əlaqədar gəlirləri 100 manat məbləğində gəlir vergisindən azaddır. Daimi qulluq tələb edən, sağlamlıq imkanları məhdud uşağa birinci qrup 50-ə baxan, birinci qrup 50-nin özünə 200 manat, ona baxan valideyni fərq yoxdur, istənilən özləri seçə bilərlər. Himayətçisi və ya da qəyyumun tabeliyindədirsə, o 100 manat məbləğində gəlir vergisindən alır. Məcburi köçkün və ona bərabər tutulan şəxslər, burada qaçqınlardan söhbət gedir. Yəni məcburi köçkün nədir? Öz torpaqlarından çıxarılan şəxslər məcburi köçkün, başqa ölkədən deportasiya olunub gələn şəxslər isə qaçqın adlanır. Yəni Qarabağ zonasındaşlar məcburi köçkün, Ermənistandan Azərbaycana 86, 87-ci, 88-ci illərdə pənah gətirənlər isə qaçqınlar sayılır. Bu güzəşt yalnız o halda verilir ki, onlar mənzil hüququ almasınlar, yəni daimi məskunlaşmış olmasınlar. Deməli, növbəti güzəştimizi 50 manat məbləğində verəcəyik. Bu məbləğdəki o halda verilir ki, yəni himayəsində ən azı 3 nəfər olmalıdır və o 3 nəfərə də şərtlər qoyuruq. Necə 3 nəfər olmalıdır? Deməli, gündüz təhsil alan, yəni əyani oxuyan tələbə 23 yaşına qədər himayədə sayılır. Yox, əyani oxumursa, qiyabi oxuyursa, onda 18 yaşına qədər himayədə olan sayılır. Əgər sizin 2 uşağınız, az yaşlı uşağınız, bir həyat yoldaşınız varsa, onu siz 50 manat güzəşt alacaqsınız. Bu nə deməkdir? Yəni həyat yoldaşı üçün himayədə olma yaşı məhdud deyil, yalnız uşaqlar üçün məhduddur. 18 yaşına qədər və 23 yaşına qədər güzəşt verilir. 18 yaşına qədər qiyabi təhsil başlayırsa güzəşt məhrum olunur. Yox, əyani təhsilə başlayırsa, onda bu güzəşt 23 yaşına qədər davam edir. Əgər himayədə olanlardan biri vəfat edirsə, növbəti aydan başlayaraq deyir, təqvim ilinin sonundan başlayaraq deməli azad olmasına xitam verilir. Vergi tutulan gəlir uşağın doğulduğu və himayədə olan himayəyə götürdüyü andan başlayaraq azaldır. Aşağıdakılar isə himayədə olanlara aid edilmir. Bunlar nədir? Təqaüd və yaxud da pensiya, işsizlik müavinəti, işsizliyə görə alınan haqq, sosial yardım alırsa və yaxud da uşaqlar körpələr evindədirsə, onda onlar himayədə olanlar sayılmır və ona görə də 50 manat güzəşt verilməyəcəkdir. Fiziki şəxsin deməli 400 manat, 200 manat və 100 manat müvafiq maddələr üzrə 102.2, 102.3 və 102.4-cü maddələr üzrə güzəşt hüququ olduqda, deməli 400 manat, 200 manat və 100 manat güzəşti varsa eyni anda, deməli ən yüksək hansıdır onu götürürük. Yəni fiziki şəxs hər hansısa bir müharibə veteranı ola bilər və birinci qrup 50 ola bilər, eyni zamanda məcburi köçkün ola bilər. Onda ən yüksək hansıdırsa o güzəşti verilir. Lakin burada şərt də qoyuruq ki, 50 manat himayədə olana görə verdiyimiz güzəşt bu 3 güzəştdən asılı deyildir. Yəni bunlardan istənilən ən yüksəyi verməklə o 50 manatı da verə bilərik. Yalnız o halda ki, fiziki şəxs deməli özünün əlilliyini, müharibə veteranı olmağını və yaxud da məcburi köçkün olmağını, eləcə də himayəsində ona asılı olaraq 3 və ya daha çox şəxsin müvafiq kriteriyalara uyğun olaraq onun himayəsindədirsə, onda həmin sənədləri təqdim etməklə yalnız burada da şərt qoyuruq. Əmək kitabçası hardadsa güzəşt bir dəfə verilir. Əmək kitabçası hardadsa fiziki şəxsə güzəşt yalnız əmək kitabçasının olduğu iş yerində verilir və bir dəfə verilir. Yəni
fiziki şəxs 2 və daha çox yerdə işləyirsə, əmək kitabçası hardadsa, orada ona həm ölkə üzrə yaşayış minimum bir misli 2500 manata qədər əmək haqqı alırsa, həm digər 400 manat, 200 manat, 100 manat, 50 manat güzəştlər yalnız muzlu işlə əlaqədar alınan gəlir və əsas iş yerinə şamil olunur. Biz fiziki şəxslərin gəlir vergisini ümumilikdə keçdik, bitirdik. İndi isə 3-4 dənə praktiki məsələlər üzərində öyrəndiyimizi tətbiq eləməyə çalışaq. Deyir ki, birinci məsələdə deyir ki, fiziki şəxsin aylıq gəliri 250 manat olub. Bundan 100 manat xəstəlik vərəqəsinə görə hesablanan müavinət, 150 manat isə əmək haqqıdır. Bildirir ki, xəstəlik vərəqəsinə, yəni əmək qabiliyyəti müvəqqəti itirilməsinə görə ödənilən haqq, müavinət bütün məbləği gəlir vergisinə cəlb olunur. Yəni bu istisnadır. Güzəşt azad olma buna vermir. Amma pensiya, digər dövlət ödənişləri hamısı azaddır, amma bu azad deyil. Ona görə də fiziki şəxsin aylıq gəliri nə qədərdirsə, 250 manat, 100 manatı xəstəlik, 150 manat əmək haqqıdır, əmək haqqı da vergiyə aiddir. 250 manatdan çıxacaq ölkə üzrə yaşayış minimumu nə qədərdirsə, 2500 manata qədər olduğuna görə əmək haqqısı, ölkə üzrə yaşayış minimumu 136 manat olduğuna görə 250 manatdan 136 manata çıxacaq. Adi qaydada 14%-ə gəlir vergisinin dərəcəsi 14%-ə vurmaqla tapacağıq ki, 15 manat 96 qəpik aylıq gəlirinin hesablanan gəlir vergisinin məbləğidir. Növbəti məsələyə baxaq. Fiziki şəxsin əsas iş yerindən gəliri 800 manat olmuşdur. Bu 600 manat deməli əmək haqqı, 50 manat isə xəstəlik üzrə ödənilən haqqdır. Deməli 150 manat isə ezamiyyət xərcidir. Ezamiyyət xərci bildiyimiz kimi kompensasiya xarakterli ödəniş olduğuna görə norma daxilində gəlir vergisindən azaddır. Ona görə də 600 manat və 50 manat xəstəlik vərəqəsi, yəni əmək qabiliyyətinin itirilməsinə görə verilən müavinət gəlir vergisindən azad olmadığına görə toplayıb 14%-ə vurmaqla gəlir vergisini tapırıq ki, 91 manat verməlidir. Növbəti misalımızda isə net gəlirdən gross gəlirə, gross gəlirdən net gəlirə netlə qaydada hesablamağı tapacağıq. Yəni İlk növbədə izah eləyək ki, net gəlir nədir, gross gəlir nədir? Deməli, net gəlir odur ki, hər hansısa bir vergi və DSMF icbari ödənişlər çıxıldıqdan sonra əldə qalan vəsait sənin net gəlirin. Gross gəlirin isə heç bir vergi və icbari ödənişlər çıxılmadan sənə yazılan əmək haqqıdır. İndi bu nümunəmizdə 500 manat və 3150 manat olduğunu aşkar olunub. Yəni, gəlir vergisi və DSMF ayrımını hesablayacağıq, net gəlirini tapacağıq. Deməli, əmək haqqısı 500 manatdırsa, ölkə üzrə yaşayış minimumu olan 136 manata çıxacaq, çünki 2500 manata qədərdir. Və alınan rəqəmi adi qaydada 14%-ə vurmaqla bunun gəlir vergisini tapacağıq ki, 50 manat 96 qəpikdir. DSMF ödənişini isə birbaşa, deməli, gross gəlirə vurmaqla hesablayırıq. Yəni, vergiyə cəlb olunan gəlirini vergi çıxıldıqdan sonraki hissəsinə deyil, gross gəliri burada 500 manatdır. 500 manata vurmaqla DSMF məbləğini hesablayırıq ki, 15 manatda DSMF-yə ayrım olacaqdır. Ümumilikdə bunları toplayıb alınan rəqəmi 500 manatdan çıxmaqla hesablaya bilərik ki, bizim ümumilikdə gəlirimiz nə qədər olacaq. Deməli, 65 manat 96 qəpik bizim ümumilikdə ayrımımızdır. Aldığımız rəqəmdən də 65 manat 96 qəpik çıxmaqla biz hesablayırıq ki, 434 manat bizim net gəlirimizin ümumi məbləğidir. Yəni 4 gəlir vergisi və DSMF icbari ödənişləri çıxıldıqdan sonra 434 manat 4 qəpik bizim gəlirimiz olacaqdır. İndi növbəti nümunəyə baxaq.
Burada da deyir ki, fiziki şəxsin aylıq gəliri 3150 manat olmuşdur. Deməli 3150 manat bildiyimiz kimi 2500 manatdan yuxarı olduğuna görə onda ölkə üzrə yaşayış minimumunun bir misli burada tətbiq olunmayacaqdır. Yəni 3150 manatdan çıxacaq 2500 manatı nə qədərdirsə 10 vuracaq 25%-ə 25%. Üstünə də gələcək 2500 manatın 14%, o da 350 manat edir. Elə birbaşa 350 manat da yaza bilər. Alınan rəqəm bizim net əmək haqqımız olacaqdır. Burada aldıq ki 512 manat. Bu 512 manat 3150 manatın gəlir vergisinin məbləğidir. Deməli 3150 manatdan biz 512 manat gəlir vergisi verəcəyik. 3150 manatdan isə DSMF-yə hesablamaq üçün yenə 3150 manatı adi qaydada gross əmək haqqı nə qədərdirsə burada 3150 manatı onu 3%-ə vurmaqla tapırıq ki 94 manat 50 qəpik də bizim deməli DSMF-yə ayrımımız olacaqdır. Ümumilikdə 3150 manatdan 512 manat 50 qəpik və 94 manat 50 qəpik çıxmaqla tapırıq ki burada səhvlik oldu. Ümumilikdə biz adi qaydada 3150 manatdan 512 manat 50 qəpik və 94 manat 50 qəpik çıxmaqla tapırıq ki 2543 manat bizim net gəlirimiz oldu. Yəni adi qaydada 3150 manatın gəlir vergisini hesabladıq. 2500 manatdan yuxarı olduğuna görə deməli 3150 manatdan çıxdıq 2500-ü, alınan rəqəmi vurduq 25%-ə. Üstünə də gəldik 2500-ün 14%-i. 2500-ün 14%-i 350 manatdır. DSMF ödənişində adi qaydada nə qədərsə 3150 manatın 3%-ni tapdıq. DSMF-yə ayrımını hesabladıq. Bu ikisinin cəmi isə ümumi gross gəlirimizdən bu ikisinin cəmini çıxmaqla net gəlirimizi tapdıq. İndi isə net gəlirdən gross gəlirə necə çevirməli olur? Deməli onu hesablayacağıq. İlk növbədə 500 manatı deməli net gəlirdən gross gəlirə çevirməyi hesablayacağıq. Burada mən düstur şəklində vermişəm. Deməli net gəlirdən gross gəlirə çevirməyi düsturu buradadır. Deməli 3150 manat və ondan yuxarı olduqda, yəni 2500 manat və ondan yuxarı olduqda burada 3150 manat olduğuna görə x-in yerinə 3150 manatı qoyacağıq. Alınan 3150 manat çıxılsın 2500 manatın 25%-i və üstünə gələcək 2500 manatın 14%-i. Alınan rəqəmi 72%-ə böləcəyik. Yəni tərsini eləyəcəyik. Burada 72% nədir? 72% 25% və 3% də DSMF ayrımı olduğu üçün bunun əksi olduğuna görə alınan rəqəm 72%-dir. Bu ikinci nümunədə isə deməli 2500 manatdan aşağı olduğuna görə 136 manatın 14%-i güzəşt əldə eləyir. Burada da 500 manatı yerinə qoyacağıq. 500 manatdan çıxacaq 136 manatın 14%-ni böləcəyik 83%-ə alacağıq bizim deməli gross əmək haqqımız. Burada gross əmək haqqımızın məbləği 3993 manat, burada da 579 manat adi qayda yerinə qoyub taparıq. Daha sonra 579 manatdan 62 manat gəlir vergisi hesablanacaq, 17 manat da DSMF vergisi hesablanacaq. Bu ikisinin də cəmi deməli 500 manatı verəcək. Deməli növbəti məsələmizə baxaq. Növbəti məsələdə deyir ki, fiziki şəxsin illik gəliri 10.000 manat olub. O cümlədən 1500 manat dəyərində hədiyyə. Deməli, fiziki şəxsin aylıq gəliri 10.000 manatdır. O 1500 manat dəyərində hədiyyə. 2200 manatda xaricdə müalicə alması maddi yardım. Fiziki şəxsin vergiyə cəlb olunan gəlirin müəyyən edilir. Bir ki, hədiyyə maddi yardımın deməli hədiyyələr
1000 manata qədər olan hissəsi. Xaricə müalicə almaq üçün isə deməli 2000 manata qədər olan hissəsi gəlir vergisindən azaltılır. Ona görə də 1000 manat çıxacaq. Daha sonra da 2000 manat çıxacaq. Alacağıq ki 7000 manatdır. Fiziki şəxsin vergiyə cəlb olunan gəliri 7000 manat.